Salam dostlar, artıq 12-ci dərsimizdəyik. Yenə də mən Ramil Hüseynov. Sizə IEP-dən, yəni obyekt yönümlü proqramlaşdırmadan klassla birlikdə metodu necə çağırmağı izah edəcəm. Həmçinin də klassın metodun içində hər ayrılıqda dəyər necə verə bilərik, onu göstərəcəm. Elə isə başlayaq deyərdim. Bir insan klassı yaradım. Daha doğrusu class deyək. Class name deyək. Class name'imiz olsun insan. İnsan olsun. Konstruktoruna bir değer verək. Ad deyək. Bir public deyək. Ad deyək. Və üzr istəyirəm. Bu klası çağıraq ekrana yazdırmaq üçün ekran istifadə edək. This deyək. This ilə ad deyək. Kifayət edər. Bu bizim konstruktorumuzdur. Və soyadımızı çağıraq. Biz soyadımızı çağırmaq üçün yenidən public deyirik. Public soyad deyirik və bağlayırıq nöqtəli vergüllə. İndi isə biz soyadımızı çağıra da bilərik, çağırmaya da bilərik. Məsələn, müxtəlif bir klasslarımız ola bilər ki, bunu belə deyim dostlar. Belə olsa gözəl olardı. İndi isə soyad deyək, bir klass yaradaq, daha doğrusu function yaradaq, function name, soyad deyirəm, parametrələri soyad edirəm. İndi isə gördüyünüz kimi bu klassımız işləyəcək. Mən default olaraq public edirəm bunu da, yəni ki işləyəcək, hər iki halda işləyəcək. Onsa default da public edir. Soyad echo deyirəm. This deyirəm. Tək dırnaqları silirəm. İnsan soyad bu bizə kifayət edir və artıq biz dəyişkənlərdən istifadə etmirik. Belə çağıracaq insan. Adı olduğu kimi, adı gördüyünüz kimi Ramil deyirəm. Və nöqtəli vergüldən istifadə edirəm, çağırıram. Təbii ki, adına çıxmadı. Səbəbi də aydındır. This deyirəm. Daha doğrusu dəyişkən ad. Mən ad dəyərimi verməyi həmişə unuduram. Bu artıq məndə qlobal bir bəlaya keçib. İnşallah bu bəlanı da mən özümlə kənarlaşdıraram. Gördüyünüz kimi adımız hazırdır. Echo hər hansı bir dəyişkənsiz mən çağırdım bunu gördüyünüz kimi. Və yeni bir funksionu çağırmanın yolunu sizə göstərirəm. Soyad. Gördüyünüz kimi Ramil Hüseynov. Tək sətirdə funksiyonumu da çağırdım. Klassımı da həmçinin. İndi isə mən bunu kopyalayım. Kopyalayıb bir üst sətrə atım və mən adımı silirəm. Gördüyünüz kimi Hüseynov, Ramil Hüseynov. Yəni ki, belə bir şey qeyd edim. Hərbidə bildiyiniz kimi Allah yoxdur soyadla istifadə olunur. Məsələn, bir hərbiyə aitin real hərbiyə götürürəm. Alları bağlayırıq, adlardan istifadə etmədən. Tək soyadla da çağırırıq. Tək sətirdən və yaxud da ki
soyadımızı bağlayaq. Bunun üçün ilk öncə null dəyərini verək ki, klassımız bir xəta törətməsin. Ramil deyək. Hər ikisini çağırsaq da. Ramil oldu. Gördüyünüz kimi. İşlədik. Böyük hərflə istəydik. Daha gözəl olardı. Və eyni anda iki klassımızı və iki functionlı və functionsız klasslarımızı çağırır. Ramil, Ramil Hüseynov. Və həmçinin də eyni anda soy adsız çağıraq. Və bunların hər birini adını müxtəlif edək. Emir. Daha doğrusu Emir. Və Ali deyirəm. Emil. Burada mən boşluqlar buraxmamışam. Siz özünüz də bilirsiniz ki, Ramil, Emil, Ali, Hüseynov. Hər üçü işlədi. Gördüyünüz kimi heç bir problemimiz yoxdur. İndi qeyd edirəm. Bu mənim Yandexim, bu mənim Gmailim, bu mənim azerioid@gmail.com, bu mənim Android sifarişlərim üçün nəzərdə Gmail. Digər isə suallarınızı hər zaman açıqdır. Amma bunu deyim ki, açığı bir saysız oxumadığım mesajlar var. Bunu ola bilər görməyim. Amma bunu hər daim nəzarətdə saxlayıram. Bu mənim YouTube kanalım. Bu da həmçinin Facebook qrupum. Bu da mənim Face profilim. Hələ ki bu qədər dostlar. Özünüzdə müayət olun. Allah amanında.